Salam, hər vaxtınız xeyir əziz dostlar. 14 iyun 2026-cı il 20 miqyaslı müharibənin bugün 1572-ci günü. Böyük müharibənin 4498-ci günüdür. Xoş gördük. Səhərdir. Yəni demirəm sübh tezdəndir, amma səhər tezdəndir. Kiyevdə sakitçilikdir. Ötən gecə tam sakitçilik olub. Dünən axşam yenə nəsə etmək istədilər. Yəni nəsə Rusiya tərəf dartındı. Nəsə etmək istədi. Amma bütövlükdə heç nə etmədi. Yəni sakit gecə oldu. Bu da bizim məhəlləmizin gülləri. Belə. Amma Rusiyada sakitçilik olmadı. Rusiya üçün 16 rəqəmi olub bir lənət rəqəmi. 16 regionunda yenə Rusiyanın ötən gecə, əziz dostlar, Ukrayna Silahlı Qüvvələri əməliyyatlar həyata keçirdilər. O cümlədən üstəcəl Krım müvəqqəti işğal altında olan Krım yarımadası və Azov dənizinin akvatoriyası. Beləliklə ən ağır zərbələr Yaroslavl, Oryol, Tula vilayətlərinə dəyib. Onu biləsiniz. Sonra Moskva üzərində şəhər merinin Sergey Sobyaninin bildirdiyinə görə 4 pilot uçuş aparatı vurulub, güya dediyinə görə. Və aydındır ki, bu regionların hamısında, hava limanlarında problemlər yaşanıb. Təyyarələrin qəbulu və göndərilməsində problemlər yaşanır. Beləliklə, əziz dostlar, biz sizinlə hər zaman dediyimiz kimi Ukrayna hərbi sənaye kompleksinin imkanları artıq çatır ki, hər gün Rusiya üzərinə ən azı, mən belə hesablayıram, belə deyirəm, təxminən 400-ə qədər pilot uçuş aparatları göndərsin. Bu rəqəmlərin kütləvi artmaq ehtimalı inşallah özümüzə gələn həftələrdə ayın sonuna qədər, yaxud gələn ayın birinci dekadası sizə əmin edirəm ki, azı 2 dəfə ola bilsin. 1,5 dəfə dəqiq olacaq. Yəni bunu dəqiq biləsiniz. 500-600 dəqiq olacaq. Ola bilsin 2 dəfə. Və bu hücumlar təbii ki, Rusiyanı tamamilə sarsıdacaq. Bunun əlavə siz də, biz də hamımız bilirik ki, Ukrayna prezidenti də bildirib, Ukraynanın digər hərbi sənaye kompleksi aparıcıları, rəisləri bildiriblər. İyul ayından başlayaraq Rusiya əgər müharibəni dayandırmasa və Ukraynanın iri şəhərlərinə, o cümlədən paytaxt Kiyevə zərbələrdən əl çəkməsə, Rusiya üzərinə ballistik raketlərin göndəriləcəyi sir deyil. Yəni bunu Ukrayna tərəf özü rəsmi olaraq bildirir. Çünki dediyimiz kimi bu ballistik raketlər artıq sınaqlardan çıxıblar. Müəyyən, belə deyək, təkmilləşdirmələr, müəyyən son dəqiqləşdirmələr və yəqin ki, onların kütləvi istehsalı məsələsi gündəmdədir. Hər halda gələn məlumatlar bunu oxşuyur. Yoxsa belə əminliklə Ukrayna hərbi siyasi rəhbərliyi bu bəyanatları verməzdi. Səsləndirilən, eşidilən tarix yayın ortalarından başlayaraq, mən bunu hələ yadınızdadırsa ötən ilin payızından demişdim ki, təxminən hesablamalar belə göstərir ki, gələn yayının ikinci yarısı Ukrayna təşəbbüsü tam ələ alacaq. İndi də strateji təşəbbüs, indi də belə deyək, zərbələr təşəbbüsü Rusiya dərinliklərinə və orta zərbə təşəbbüsləri tamamilə Ukrayna tərəfdədir. Əlbəttə, Rusiya tərəfdə yatmır. Əlbəttə, silahlar icad edir, axtarır, Ukrayna silahlarından oğurluyur. Nə bilim, Çindən yenilərini alır, nələrsə fikirləşirlər, nələrsə axtarırlar, nələrsə tapırlar. Amma sizə deyim ki, siz də, biz də bilirik, biz bu mövzularda sizlə çox danışmışıq. Demək,
əgər yaxın həftələrdə, yaxın ayda, bir ayda müvəqqəti işğal altında olan ərazilərdə, cənub ərazilərində söhbət Krım yarımadasından Xerson və Zaporojye vilayətlərindən gedir. Oralarda nələrəsə nail olmasalar, daha doğrusu hansısa kontur arqumentlər, yəni Ukraynanın orta zərbə dronlarına qarşı nələrisə edə bilməsələr, həmin ərazilərdən çıxmaq məcburiyyətində qalacaqlar. Bunlar həqiqətdir, bunlar arqumentlərdir, bunlar faktlardır. Bunlar gözümüzün qarşısında gündə hər gün baş verənlərdir. O ki qaldı Rusiyanın Avropa hissəsinə, orada da vəziyyət dediyimiz kimi yaxşı deyil. Artıq Rusiyanın Avropa hissəsində də demək benzin qıtlığı başladığı bildirilir. Bu da yəni necə deyirlər, yeni bir şey yoxdur. Əgər zavodlar vurulursa, neft ayırma zavodları, neft daşıyan nəqliyyatlar, o cümlədən nəqliyyat boruları, yəni qovşaqlar sıradan çıxarılıbsa, təbii ki, bunun baş verəcəyini gözləmək mümkün idi. Və bu da bizə deyirlər baş verir. Beləliklə, yeganə Rusiya tərəfinin hələ ki güya etmək istədiyi, deməli, döyüş bölgəsində Rusiya ictimaiyyətinə göstərmək üçün güya Konstantinovka istiqamətində güya nələrsə etmək istəyirlər. Bu da hələ ki, orada da bir mühüm irəliləyiş filan yoxdur. Nə olsa, biz sizə söz verdik ki, olduğu kimi sizə təqdim ediləcək. Odur ki, efirlərimizi izləyin və çoxaldın. Çünki bu ara müharibənin taleyi ilə bağlı mən elə biləm, yəqin ki, az qala son qərarlar, son məsələlər həll edilir. Uğurlu istirahət günü arzulayıram hər birinizə, dəyərli dostlar. Amma unutmayaq ki, bu məsələlərdə, yəni Ukrayna məsələsi deyil təklikdə. Tək öz başına Ukrayna məsələsi deyil, bu hamının məsələsidir. İmperiyanın məsələsi hər zaman ondan qopan xalqların hamısının problemidir ki, bizi yenə də öz, necə deyirlər, ağuşlarına qaytarmaq istəyirlər. Bu da biz də müqavimət göstəririk. Ona görə bizim yanımızda olmağı sizdən xahiş edirik. Sağ olun, salamat qalın. Gün ərzində təbii ki, birazdan təxminən mən belə hesablayıram ki, Bakı vaxtı ilə saat 2-də, 3-də görüşə biləcəyik və Rus ərazilərinə endirilən zərbələrlə bağlı mən sizə daha yaxşı məlumatlar verə biləcəm. Allah'a emanet, görüşəcəyik təbii ki. Sağ olun.